Oğlum, dünya dərin dəryadır. Çoxları onda batıb. Burada işləyərək azuqə topla. Müsafiri təqva olan bir gəmi tut. Ondan sonra dalğaların üstünə qalx. Bu zaman xilas olacaqsan. Mən narahatam ki, xilas olmayasan. Oğlum, gəmi imandır. İman kimidir. Onun yelkənləri Allaha təvəkkül etməkdir. Gəminin sakinləri səbirdir. Avar çəkmək isə oruc, namaz və zəkatdır. Oğlum, gəmisiz dəryaya girən boğular. Oğlum, az danış. Allahı hər yerdə yad et. Çünki Allah sənə xəbərdarlıq edib, qorxudub, agah və təlim edib. Oğlum, cəmaat sənin işlərindən, sədir səhvlərindən öyüd almamış. Sən cəmaatın işlərindən öyüd, nəsihət götür. Oğlum, böyük bir hadisə başına gəlməmiş, kiçiyindən ibrət al. Oğlum, qəzəb zamanı onu cilovla ki, cəhənnəmin oduna odun olmayasan.